Mart ayından bağlıdır qardaş. Məcburluqda başqa variant yoxdur. Təzyiqli adam bizim üçün çox çətindir. Bura paytaxtın Səbail rayonu Badamdar qəsəbəsindən 20 say yaşayış masifinə gedən yoldur. Cavidan İbrahimi küçəsi. Bəli, bu ilin əvvəlində şiddətli yağışlar zamanı ərazidəki sürüşmə riski nəzərə alaraq yol bağlanıb, belə beton daşlar qoyulub, avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub. Amma o vaxtdan bu yana yolun açılmaması və yaxud da ərazidə işin görülməməsi sakinlərin narazılığına səbəb olub. Bu yol hardasa bir mart ayından bağlıdır qardaş. Bir səbəbsiz yerə də, yəni heç nə yoxdur. Boş-boşuna bağlayıblar, qız, gəlin, uşaq, məktəbli hamısı əziyyət çəkir bu yolda. Sürüşmə deyirlər, ancaq sürüşmədə bir şey yoxdur. Yəni gördüyünüz kimi yolda heç nə yox, burada heç nə yox. Burası betonu qoyub bağlayıblar da. Buranı bağlayıb, hər hansı bir iş görürlərmi, görmüsünüzmü yoxsa? Yox, heç bir iş görülməyib. 3-4 ayda elə bağlanıb, elə də qalıb belə. Yəni bir iş görülmür. Burada maraqlı və diqqət çəkən məqam odur ki, yolda hərəkət var, həm də yoxdur. Bəli, beton daşlar qoyublar əraziyə. O tərəfdən və bu tərəfdən avtomobillər gəlir. Yalnız burada dayanır. Yəni təhlükə varsa, niyə hərəkət var? Təhlükə yoxdursa, bəs bu beton daşlar ərazidə niyə var? Bu hamısı maşında dayanıb burada. Oradan da orada gəlib dayanır, o tərəfdə oradan dayanır. Yəni bir də bu ortanı niyə bağlayıblar maraqlıdır. Yəni mart ayından bura nətər bağlanıb, belə də qalıb. Gedirəm evə günün qabağında piyada. Yəni indi uşaq gedir koleskanla, balaca körpə uşaqla, hamı zülüm çəkir də bu yolda konkret. Məsələn mən 2 dəqiqəlik yolu mən yarım saata gedirəm, yarım saata, 1 saata qalxıram. Yüzür yeri vardı, oraya gəlmişdik. Burada saxladıq, piyada getdik. İndi yəqin ki, belə məsləhət biliblər, iş gedər, nəyəsə görə bağlayıblar. Məcbursuz ki, betona görə yolu belə yarı piyada, yarı maşınla. Adam məcburluqda başqa variant yoxdur. Hətta ərazidən keçən, daimi keçən 53 saylı avtobus da gəlir bu hissədən geri qayıdır. Hansı ki, bu yolla gedib 20-ci sahəyə düşməli idi. Amma yolda maneə var, bağlıdır və həmin avtobus geri qayıdır. Avtobusla gəldim, avtobus tam gələ bilmədi. Dedi yol bağlıdır, yarı yolda düşdük. Bu istidə valla bizim üçün çox əziyyətdir. Bu yolu normal qaydaya salsaydılar daha yaxşı olardı. 41 dərəcə isti, bəlkə də artıq, təzyiqli adam bizim üçün çox çətindir. Fövqəladə Hallar Nazirliyindən bildirildi ki, qeyd olunan məsələ ilə əlaqədar aidiyyatı qurumların nümayəndələrindən ibarət işçi qrupu yaradılıb. Hazırda araşdırma tədbirləri və layihələndirməyə hazırlıq işləri görülür. Bununla bağlı əlavə məlumat veriləcək.